Efirləri qınayan insanların hamısı efirlərin o günə düşməsinə baisdilər. Abala yaxşı verilişə baxın, yaxşı veriliş göstərsinlər də. Mən özüm efir aparıcısı olanda xalq artistləri gəldi ki, 1.5, 1.3, 2 reyting verirdi. O bozbaş dedikləriniz 7 reyting verir, 9 reyting verir. Nağarsın efirlər. Efir hardan maliyyələşir? Reklamdan. Mən reklamçı. Malım var, gətirmişəm satmağa. Deyirəm ki, hansı verilişdir? Yuxarı reyting ver, baxım görüm hara qoyacam. Bu reklam hansı kanalın verilişi reklamına yerləşdirəcəm. Baxıram, görürəm ki, sosial veriliş ən reytinglidir. Sosial veriliş nədir? Cəmiyyətin aynasıdır. Cəmiyyətin bütün problemləri ərindən qaçan, arvadını döyən, qaynatasını güllələyən, nə bilim, uşağına yaxşı baxmayan, ərinin altdan ərə gedən, arvadın üstə arvad gətirən hamısı hardadır? Sosialda. Xalq hardadır? Orada. Qoyuram reklamı ora. Bunu bilməyə nə var? İstəmirsiniz belə olsun. O zaman dua eləyin. Bütün kanallar %100 maliyyələşsin, heç kəsin də vecin olmasın, hamı ASTV kimi veriliş eləsin, onların heç birinin marağında da olmasın ki, bu verilişə baxan var ya yoxdur. Heç kimə maraqlı olmasın. Bugün gündəmə bomba kimi düşən xəbərlərin hansı birisi dövlət kanalından düşür? Çünki dövlət kanalında səliqə səhman var, disiplin var. Qayda pozmur axı dövlət kanalı. Qayda pozmayan şey insanlara maraqlı deyil. Ümumi cəmaata maraqlı deyil, mən provokasiya aparmıram. Səliqəli insanda azdır. Bəzən səliqəli görsənən çox insanın içində səliqəsiz bir adam yatır. Aparıcıları qınayıb eləmir.